Hər vaxtınız xeyir, dəyərli tamaşaçılar. Qərb Xəbər TV-də xəbər vaxtıdır. Xəbərlərin günortaya olan buraxılışını təqdim edirik. Ölkə xəbərləri ilə davam edək. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-sində Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Qərb.com xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında Azərbaycan dövlətinin başçısını şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Wei və digər rəsmi şəxslər qarşılayıb. Prezident İlham Əliyevin Çinin sədri Xi Jinping ilə geniş tərkibdə görüşü olub. Aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Xi Jinping ilə geniş tərkibdə görüşü olub. Qərb.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Qərb.com bildirir ki, bu barədə APA Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ofisindən bildirilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq Baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə başlayıb. O, bu postda daha əvvəl həmin vəzifəni icra edən Josep Borrelli əvəz edib. Qazaxın işğalda qalan digər kəndləri geri qayıdacaq. Ermənistanın Tavuş vilayətinin sərhəddəki yaşayış məntəqələrində demarkasiya prosesi ilə bağlı qeyri-müəyyənlik davam edir. Erməni sakinlər demokrasiya prosesinin hər an başlaya biləcəyini və müəyyən ərazilərin Azərbaycan nəzarətinə keçəcəyini müzakirə edirlər. Qərb.com bildirir ki, erməni saytlarına istinadən xəbər verir ki, Voskepar sakini Mirha Maxsudyan Ermənistan mediasının açıqlamasında mina təmizləmə işlərinin başa çatdığını bildirib. Lakin o, heç bir erməni məmurunun kəndə gəlib sakinlərlə görüşmədiyini deyib. Ola bilsin ki, hakimiyyət sərhədin müəyyənləşdirilməsi ilə bağlı sakinlərin əhval-ruhiyyəsini yoxlamağa, əvvəlki demarkasiyaya qarşı çıxanları nəzarətə götürməyə, prosesin ictimai rəydə qəbul edilməsinə nail olmağa hazırlaşır. Mina təmizləmə işi bitib, amma hələ proses başlamayıb, deyə o bildirib. Kirant kəndinin sakini Andranik Nazaryan da bildirir ki, onların kəndində hələ sakitlikdir, amma hər kəs prosesin tezlikcə başlayacağını gözləyir. Tavuş vilayətinin sakini Karen Qazaryan daha öncə erməni kivlərinin açıqlamasında bildirmişdi ki, demokrasiya prosesində yuxarı Əksipara Qazaxın anklavda olan 3 kəndindən biridir. Əksipara kəndinin Azərbaycana qaytarılması planlaşdırılır. Ermənilər bildirilir ki, bu baş versə, Voskepar kəndi və Lori bölgəsinin yuxarı hissəsi sərhəd olacaq. Eyni zamanda Açarkurt kəndi 3 tərəfdən sərhəd bölgəsinə çevriləcək. Xarici xəbərlərlə davam edirik. ABŞ Dövlət Departamentində hər tərəfli islahatlar başlayacaq. Qərb.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marco Rubio deyib. O bildirib ki, hazırki formada departament şişirdilmiş və bürokratikdir. Böyük güclərin rəqabət fonunda əsas diplomatik missiyanı yerinə yetirmək iqtidarında deyil. Onun sözlərinə görə, genişlənən bürokratiya Amerikanın əsas milli maraqlarını inkişaf etdirməyə əvəzinə daha çox radikal siyasi ideologiyaya bağlı bir sistem yaradıb. Buna görə də bugün mən departamenti 21-ci əsrə gətirəcək hər tərəfli yenidən qurma planını elan edirəm. Bu yanaşma departamenti ən aşağıdan, yəni bürolardan tutmuş səfirliklərə qədər gücləndirəcək. Funksionallığı artırmaq üçün region yönümlü funksiyalar birləşdiriləcək, lazımsız ofislər bağlanacaq və Amerikanın milli maraqlarına uyğun olmayan qanunsuz proqramlar fəaliyyətini dayandıracaq, deyə Rubio əlavə edib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio çərşənbə günü Londonda Ukrayna münaqişəsinin həllinə dair danışıqlarda iştirak edəcək. Qərb.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tim Bruce məlumat verib. Bildirilir ki, Rubio ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff və Ukrayna üzrə xüsusi elçi Kit Kellogg da qoşulacaq. Tim Bruce Fox Business telekanalına müsahibəsində dövlət katibi ilə birlikdə danışıqları davam etdirmək üçün Londona gedəcəyini deyib. O, Rusiyanın Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etməsini çox müsbət siqnal kimi qiymətləndirib.
Krım bizim, Ukrayna xalqının ərazisidir. Zelenski belə bəyanat verib. Ukrayna prezidenti Volodymyr Zelenski Krımı Rusiya ərazisi kimi tanımayacaqlarını bildirib. Xəbər.com xəbər verir ki, o jurnalistlərə açıqlamasında Krımın Ukraynanın suveren ərazisi olduğunu bildirib. Danışılası heç nə yoxdur. Krım bizim, Ukrayna xalqının ərazisidir. Belə bir şey olmayacaq. Biz Krım və digər suveren ərazilərimiz haqqında danışmaqla Rusiyanın maraqlarına xidmət etmiş oluruq deyə Zelenski vurğulayıb. Rusiya Xarici İşlər Naziri Lavrov Özbəkistana gedib. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Özbəkistana rəsmi səfərə yola düşüb. Xəbər.com xəbər verir ki, Lavrovun təyyarəsi Səmərqənd hava limanına enib. Səfər çərçivəsində Rusiya Xarici İşlər Naziri başçısının Özbəkistan prezidenti Şəfqət Mirzəyev və Xarici İşlər Naziri Bəxtiyar Saidovla görüşü nəzərdə tutulub. Görüşlərdə ikitərəfli münasibətlərin, Avrasiya inteqrasiya məsələlərinin və faşizm üzərində qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıqların müzakirə olunacağı planlaşdırılıb. Tramp Çinlə Rüsum müharibəsindən geri çəkilir. ABŞ Çindən gələn mallara tətbiq etdiyi rüsumları azaldacaq, lakin istənilən halda rüsumlar sıfır olmayacaq. Xəbər.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump deyib. ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi indiki 145%lik rüsumlar çoxdur. Bu rüsumlar o qədər də yüksək olmayacaq. Onlar əhəmiyyətli dərəcədə aşağı düşəcək, lakin sıfır olmayacaq deyə Trump bildirib. Trump yaxın şərqə səfər edəcək. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın yaxın şərq səfərinin tarixi məlum olub. Xəbər.com xəbər verir ki, səfərlə bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə Trump 13-16 may tarixləri arasında Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırki cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib. Xəbər.com xarici kivlərə istinadən xəbər verir ki, bu barədə Financial Times 3 mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Putin bu barədə Trump'ın xüsusi nümayəndəsi Steve Uitkovla Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə Putinin təklifinə əsasən Rusiya hələ də Rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Lugansk, Xerson və Zaporojye vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır. Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatlara başlamasından bəri Moskvanın maksimalist tərəflərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir. Ermənistan parlamentində əlbəyaxa. Ermənistan parlamentində Vətəndaş Müqaviləsi fraksiyasının deputatları ilə müxalif Ermənistan blokunun nümayəndələri arasında dava düşüb. Xəbər.com xəbər verir ki, dava deputatlar Gegan Manukyan və Vaya Qulumyanın arasında baş verir. Mübahisə Ermənistan fraksiyasının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu qanun layihəsinin təqdim edilməsinə dair bəyanatından sonra başlayıb. Parlament sədri Alen Simonyan birbaşa yayımın dayandırılmasını tələb edib, bundan sonra zala hüquq mühafizə əməkdaşları daxil olub. Gürcüstan paytaxtı Tbilisiyə güclü yağış və dolu yağıb. Ötən gün Tbilisiyə güclü yağış və dolu yağıb. Yağan dolu Gürcüstan paytaxtının ətraf məhəllələrində Nutsibidze, Nadzaladze, Digomets, Seriteli, Pekin və Saburtalada problemlər yaradıb. Xəbər.com xəbər verir ki, 23-25 aprel tarixlərində qonşu Gürcüstanın bəzi ərazilərində, həmçinin Azərbaycanın qərb rayonlarının bəzi yerlərində qısa müddətli yağış və şimşək müşahidə olunacaq. Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb. Azərbaycan Mərkəzi Bankı aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. Xəbər.com bildirir ki, Mərkəzi Bankın idarə heyəti uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, faiz dəhlizinin yuxarı həddini isə 8.25% səviyyəsində dəyişməz saxlayıb. Qeyd edək ki, Mərkəzi Bank ötən ilin mayından indiyə qədər verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb. Bir ölkə xəbəri ilə davam edirik. Ötən gün vətəndaşların bank kartlarından 21.139 manat və 25 dollar uğurlanıb. Vətəndaşların bank kartlarından uğurluqlar davam edir. Kartın üzərindəki GVC kodu
SMS vasitəsilə göndərilən OTP kodu və digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu müxtəlif məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar yaxud pul yoxdursa kredit formasında sizə zərər vuracaqlar. Aprelin 22-sində ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9100, 6100, 2290, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından uğurlanıb. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmaq tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin. Təhlükə var. Bir idman xəbəri ilə buraxılışımızı yekunlaşdırırıq. Avropa çempionatında Azərbaycan cüdoçuları da mübarizəyə başlayacaq. Azərbaycanın 5 cüdoçusu bugün Montenegronun paytaxtı Podgoritsada start götürəcək Avropa çempionatında mübarizəyə qoşulacaq. Qəfəbər.com-un məlumatına görə ilk yarış günündə Əhməd Yusifov, Turan Bayramov hər ikisi 60 kg, Ruslan Paşayev 66 kg və Könül Əliyeva 48 və Gültaç Məmmədəliyeva tatamiyə çıxacaqlar. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu, 9 kişi 6 qadın təmsil edəcək. Yığma həmçinin qarışıq komanda yarışında da çıxış edəcək. Bununla da 23 aprel 2025-ci il tarixinə xəbərlərin günorta buraxılışını yekunlaşdırdıq. Salamat qalın,